Salam, hər vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə testlərimiz Elsəvər Vəliyev 4-cü sinif lise və gimnaziya kitabından olacaq. Dünənləri bildiyimiz kimi LGS 1-dən riyaziyyatdan 15 sual paylaşdıq. Bugün isə riyazi məntiq 15 sual paylaşacağıq və belə inşallah davamlı olaraq sabah məsələn LGS 2 riyaziyyat, sonra yenə LGS 2 riyazi məntiq. Yəni riyaziyyat və riyazi məntiqi ayrı-ayrılıqda paylaşacağıq. Vaxt itirmədən izahlarımıza başlaya bilərik. Deməli, birinci sualımız belədir ki, Günel və Nigarın eyni sayda qələm var idi. Günel Nigar'a 2 qələm verdi. Nigarın qələmlərinin sayı Günelin qələmlərinin sayından nə qədər çox oldu? Bunun üçün iki yol var. Biri ədəd qoymaqla, yəni ədəd qoymaqla hesablayırıq. Digəri isə belə deyim, tənlik kimi. Baxın, Günel 2 qələm verib Nigar'a. Bunun üçün üzr istəyirəm. Bunun üçün nə edirəm? Deməli, Günel 2 qələm verib Nigar'a. Deməli, 2 qələm veribsə, x çıx 2. Nigar'a verib, Nigar da x üstəgəl 2 olacaq. X üstəgəl 2. Və bunları neyini? Başlayıram hesablamağa. Başlayıram bunları hesablamağa. Bu deyilir neçə? Deməli, x üstə. Deməli, bunu tənlik mötərizədə yazım. Və buradan da yazıram. Deməli, x üzərinə gəlinsin 2, çıxılsın x üzərinə gəlinsin 2, 2. X da bərabərdir neçəyə? 4-ə. X bərabərdir 4. İndi biraz qarışıq düşdü. X bərabər 4. Deməli, neynədim? X çıx 2, çıxılsın x üzərinə gəl 2, x üzərinə 2 çıxılsın x çıx üstə gəl 2, x də bərabərdir 4. Bu bir yoldur, yəni 4 dənə. İkinci belədir ki, məsəl üçün ədəd qoyuram. Necə? Baxın, ədəd qoyuram. Məsəl üçün, Nigarın vardı, Günelin də, Nigarın da 5 dənə qələm var. Baxın, bunun da 5 qələmi var, bunun da 5 qələmi var. Qələmləri bərabərdir. Bu ikisini verib Nigar'a. Bu da, Nigar da ikisini verəndən sonra üzərinə 2 gəlirəm. Özümdən ədəd götürdüm. Bu 5-i özümdən götürmüşəm. 10 da götürə bilərsən, 6 da götürə bilərsiniz, 8 də fərqi yoxdur. Bunun nə qədər oldu? Bunun oldu 5-dən 2-sini çıxdım 3. Bunun oldu 5 üstə 2, 7. Bunda 7-dir, bunda da 3. 7-dən 3-ünü çıxıram, neçə qalır? Baxın, 7-dən də 3-ünü çıxıram, qalır 4. Gördünüz, hər iki variant, hər iki yol, yəni doğru alındı. Yəni 4. Birinci sualımızda 4. İkinci sualımız. İkinci sualımız belədir ki, deyir ki, 3 kartın üzərində 0, 3 və 5 rəqəmləri yazılmışdır. Bu 3 kartı yanaşı qoymaqla neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar? Neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar deyirsə, baxın, birini düzəldərəm. Bir dənə gözləyin. Birini düzəldirəm, 305. 305. Biri 305 düzəltdim. Birini düzəldərəm, 503. 503. 503. Birini düzəldərəm, 350. 350. Birini də düzəldərəm, 530. 530. 530. 530. Deməli, neçədən oldu? Bir dənə üzr istəyirəm. 530. Deməli, neçədən oldu? 4 dənə. Baxın, 305, 503, 350, 530. Neçədən oldu? 4 dənə. Doğru variantımız C variantı. C variantı. Doğru variantımız C'dir. Növbəti sualımızda deyir ki, işarənin yerinə, baxın, bu boşluqlara riyazi hesablamalar qoymalıyıq ki, cavabımız da 60 alınsın. Bunun üçün doğru variantımız B variantıdır. Yoxlayarsınız, burada çıxma olacaq. İkincisində bölmə olacaq. Üçüncüsündə vurma olacaq. Hesab əməllərində bilirik də, əgər bölmə ilə vurma birinci hansı gəlibsə onu hesablayırıq. Sonra keçirik çıxmaya. Yəni birinci bunlara hesablanacaq. Yəni burada bölmə, ikinci burada vurma, üçüncü də burada çıxma. Və bu qayda ilə hesablayacağıq, 60 edəcək. Doğru variantımız B variantı. Növbəti sualımız belədir ki, rəqəmlərinin cəmi 2 olan 4 rəqəmli natural ədədlərin sayı neçədir? Rəqəmlərin cəmi 2 olan 4 rəqəmli natural ədədlərin sayını istəyir. Baxın, biri neçə olar? 1000,
1100. Biri 1100. 1100. İkincisi deməli 0, 1 rəqəmlərin cəmi amma 2 eləməlidir. O da var. Baxın, həqiqətən 1100 rəqəmlərin cəmi 2 eləyir. 1010 rəqəmlərin cəmi 2 eləyir. Sonra hansı ola bilər? Sonra ola bilər 1001. 1001 də eləyir. Bəli, rəqəmlərin cəmi 2 eləyir. Bir də 2000 özü. Baxın, 2000 də eləyir. Çünki həqiqətən rəqəmlərin cəmi 2 eləyir. Deməli, neçə dənə oldu? 4 dənə. Doğru variantımız C variantı. C variantı. Növbəti sualımız belədir ki, deyir ki, bir ailədə qız və oğlan uşaqları var. Bu ailədə 4 qız uşağı var. Hər bir qızın yalnız bir qardaşı varsa, ailədə cəmi neçə uşaq var? Ailədə cəmi 5 uşaq var. 5 uşaq. Doğru variantı A variantı. Niyə? Baxın, 4 qız var və hər bir qızın yalnız bir qardaşı var. Və bu da B var. Üzr istəyirəm. A variantı 5 nəfər var. Növbəti sualımız görək hansıdır? 6-cı sualımız. 6'dır. Bəli, 6-cı sualımız. Deyir ki, qaçış yarışında Ruslan finişlən Mehdidən öncə. Baxın, mən ardıcıllıqla yazacağam. Nə deyirsə onu əməl edəcəm. Ruslan Mehdidən öncə. Baxın, yazıram. Bu Ruslandır. Bu Mehdidir. Ruslan Mehdidən öncə. Finiş buradadır. Baxın, xətti qoy dəyişim. Qələmimizi dəyişək. Baxın, bu finişdir. Bu finişdir. Mən belə düzürəm. Sonra bir baxın da. Yəni bu finiş xəttidir. İndi nə deyir? Deyir ki, Ruslan Mehdidən öncə, Vüqar Yaşardan sonra, baxın, Vüqardır bu. Yaşardan sonra gəlib. Bu da Yaşardır. Yaşardan sonra gəlib. Mehdi Yaşardan öncə, bəli, doğrudur. Mehdi Yaşardan öncə, Elçin isə Vüqardan öncə satdı. Elçin isə Vüqardan öncə satdı. Yəni Elçində baxın təxmini buralardadır da. Yəni buradadır. Elçin hardadır? Vüqarla Yaşarın arasında. İndi yarışda hansı finişə ən son çatdı? Ən son çatan baxın ən axırıncı dayanan kimdir? Baxın burada Vüqar. Ən son çatan burada Vüqardır. Yəni doğru variantımız B variantı. Növbəti sualımız belədir ki, aşağıdakı bölmə əməlində 2A, 2 rəqəmli ədəddir. A hərfin yerinə aşağıda hansı yazıla bilməz. Bunun nə deməkdir? Bunun mahiyyəti o deməkdir ki, yəni məsəl üçün A-nın yerinə 1 qoya bilərəm, bəli. A-nın yerinə 1 qoya bilərəm, 21-i 3-ə vuraram, bəli, 76-dan kiçik eləyər. A-nın yerinə 3 qoya bilərəm, bəli. A-nın yerinə 5 qoya bilərəm, amma A-nın yerinə 7 qoya bilmərəm. Niyə 7 qoya bilmərəm? 27-ni 3-ə vuran da 76-dan böyük edəcək. Ona görə doğru variant D variantı. 7 qoya bilmərəm. Növbəti sualımız. 8-ci sualımız belədir ki, deyir Yunus ədədin üzərinə 38 gəlməlidir. Lakin o səhvən ədəddən 38 çıxdı. Yəni bir ədəd var, bilmirəm. Nə yazıram bilməyəndə? X. X çıx 38 səhvliyini hesablayıram. Və 83 aldı cavabı. Cavab da eləyir 83. 83 aldı. İndi x-i tapmaq üçün x bərabərdir. 83-ün üzərinə 38 gəlirəm. Neçə eləyir? 83-ün üzərinə 38 gəldikdə bizim qələmimiz niyə belə yazır bilmirəm. 83-ün üzərinə 38 121. 121. Deməli x neçə oldu? 121. X 121 oldu. X 38 bərabər 83-dürsə, x bərabər 83 üzərinə 38 gəldim. X bərabər cavabımız neçə oldu? 121. 121. İndi nə deyir? İndi deyir ki, Yunus əslində hansı cavabı almalıdır? Yunus əvvəlcə, baxın, Yunusun tutduğu ədəd 121 idi. 121-in də üzərinə 38 gəlirəm. Baxın, 121-in də üzərinə 38 gələndə edir 159. 121. Yunusun tutduğu ədəd neçə idi? 121 tapdım. 121-in də üzərinə neçə gəlirəm? 121-in də üzərinə gəlirəm 38-i olur 159. Doğru variantımız C variantı. Növbəti sualımız belədir ki, deyir 9-cu sualımız. Deyir ki, Kamil verilən fiqurdan 2-2 şəkildə hissə kəsir. Aşağıdakı, yəni bu formada kəsir də, qoşa ikisin. Bu formada kəsir. Və aşağıdakı neçəsi onun kəsdiyi hissə ola bilər. Baxın, birincisinə baxıram. Birincisi ola bilər, bəli, ola bilər. Niyə? Baxın, birinci şəkili burada tapıram. Baxın, baxın.
Bu da bu şəkil. Görürsüz? Bu şəkildir. Tərsinə baxın şəkilə. Birinci şəkil budur. Bəli, 1 oldu. Sonra keçirəm. Qələmimizin rəngini də dəyişək, bilək qarışdırmayaq. İkinci şəkilə baxıram. İkinci şəkil baxın bu şəkildir. Oldu. Bəli. Bu şəkildə oldu. Üçüncü şəkilimə baxıram. Üçüncü şəkil hansıdır? Üçüncü şəklimiz var. Bəli, var. Baxın. Görürsüz? Baxın, baxın. Bunu da çəkdik. Üçüncü şəklimiz də var. 2 də oldu. Dördüncü şəkilə baxıram. Dördüncü şəkilim görüm necədir? Var bundan. Dördüncü şəkilimdən. Bəli. Dördüncü şəkilimdə qələmimizin rəngini dəyişək. Tam görsənsin. Dördüncü şəklimizdə baxın. Bu şəkildir. Dördüncü şəklimizdə bu şəkildir. Yəni 4 də var. Deməli, neçə dənə C variantı? Doğru variantımız nə oldu? C variantı 4 dənə. 10-cu sualımız. 10-cu sualımız görək. 10-cu sualımız deməli bizdən nəysə aşağıdakı hansı səhvdir? Səhvi istəyir buradan. Bunu siz rəy bölməsində yazarsınız. Asandır. Biraz diqqətli olun. 11-ci sualımız. 11-ci sualımızda nə deyir? 11-ci sualımızda deyir ki, aşağıdakı fiqurun perimetri 30 cm 5 bərabər tərəfli üçbucaq. 5 dənə bərabər tərəfli üçbucaq, yəni bütün tərəflər bir-birinə bərabərdir. Perimetri də 30-dur. Perimetr 30-dursa, 30-u bölürəm 3-ə, bunun tərəflərini tapıram. Neçə? 30-u bölürəm 3-ə, bunun tərəfini tapdım. 10. Deməli, bura 10 oldu. Belə yazım, yaxşı düşsün. 10 oldu bura. Əlbəttə, bura 10 yazdımsa, burada 10 yazacağım, burada 10 yazacağım, burada 10 yazacağım, burada 10 yazacağım, burada 10 yazacağım və bu tərəfə də 10 yazacağım. Neçədən 10 oldu? Deməli, 1, belə sayaq. Deməli, 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə 10'umuz var. İndi bunun perimetrini istəyir. P nədir? Bütün tərəflərin cəmi. P bərabərdir. 7'ni vururam ona. 70. 70. Doğru variantım A variantı. Yəni bu ortaq nöqtələrə baxın. Bu ortaq nöqtələrə, qoyun rəngini dəyişək. Bu ortaq nöqtələrə onları götürüb yazmayacağım. Bildiniz. Ancaq qıraqlarına, belə deyim, bura, bura, yəni belə. Doğru variantımız, yəni oldu nə? A variantı. Növbəti sualımız belədir ki, növbəti sualımız, deməli, gözləyək, 12-ci sualımız. Deyir ki, 12-ci sualda, aşağıdakı şəkil kiçik kvadratdan əmələ gəlmişdir. Şəkildə neçə kvadrat var? Baxın, 1 kvadrat bura, 1 kvadrat bura, 2, 3, 4 və bunun özü də 1 kvadratdır da, baxın. Bunun özü də 1 kvadratdır. Neçə kvadrat? 5. Yəni C variantı. 12-ci sualımız nə oldu? C variantı. Sonra 13-cü sualımıza baxırıq. 13-cü sualımız belədir ki, deyir, bunu yaxşı düşsün. Gözləyək. 13-cü sualımızda deyir ki, aşağıdakı cədvəldə ədədlər arasında bölmə əməli verilmişdir. Sual işarəsində nə yazılmalıdır? Baxın, bunlar deyir. Bunlar yəni bölmədir hər biri. Bu aralarında bölmədir. 120-ni bölürəm 30-a, eləyir 40. Bu boşluğa yazdım 40. Bunun rəngini dəyişeyim, bilinsin. Deməli, 120-ni böldüm 3-ə, elədi 40. Bura oldu 40. 80'i böldüm 10'a, burada eləydi 10. 80'i böldüm 8'ə, burada etdi 10. Deməli, bura, baxın, 80'i böldüm 8'ə, bura etdi 10, bu boşluq 10. Niyə qələmimiz belə düşmür ki, yaxşı düşsün? Bura oldu 10, 10. 40'ı da böldüm, 120'i də böldüm 40'a, elədi 3. 120'i də böldüm 3'ə, elədi 40. 40. Burada oldu 40. İndi 40'ı da 10'a böləndə neçə dəfə düşər? 40'ı da 10'a böləndə 4 dəfə. Doğru variant C variantı. Növbəti sualımız, 14-cü sualımız belədir ki, deyir ki, 100 metrlik uzunluğunda düz bir hasarın dibinə 4 metr məsafəli dirək bastırdılarsa, dirəklərin ümumi sayı ən çox neçə olur? 100'ü bölürəm 4'ə, qalır 25. 25. 25'in də üzərinə 1 gəlirəm. Neçə dirək istəyir? 26.
Deməli 100'ü böldüm 5'e 25. 25'in de üzerine 1 geldim. 26. Doğru variantımız neçə oldu? Doğru variantımız B variantı. 15-ci sualımız belədir ki, deyir, verilən hədəfə 5 dəfə ox atmaqla 101 xalı necə toplamaq olar? 101 xalı necə toplamaq olar? Buyurun, bunu da siz rəy bölməsində yazın. Çox asandır. Baxın, verilən xala A-da 17-dir, B-də 24-dür, C-də 23-dür, D-də 16-dır. İndi 101 xalı toplamaq neçə dəfə? Məsəl üçün, belə deyim, 3 dəfə C ola bilər. 3 dəfə C ola bilər, bəli. 23-ü 3-ə vuraram. 2 dəfə də D-yə vurmaqla, bəli. Elə doğru variantımız, indi görsənmir, belə qoyum, ya bəlkə də görsənəm. D variantı, baxın, variant düşsün. Doğru variantımız elə D variantı. Bugünlük izahatımız bu qədər. İnşallah xeyirli olar. Sağ olun, salamat qalın. Sabah inşallah LGS 2'ni paylaşacağıq.